Deməli günə İspaniyanın paytaxtı Madrid şəhərində başlayırıq və səhər tezdən hava limanına gəlirik. Bu gördüyünüz təyyarə ilə isə buradan Fransanın Bordo şəhərinə uçuruq. Gedək görək bizi nələr gözləyir. Yes dostlar. Hava gecə oteldə çox soyuq idi. Çünki pəncərəni bağlaya bilməmişdik. Xəstələndim. Bugün makyajsızıq. Bugün püskündəyik. Makyaj eləməyə axota yoxdur. Nərmin susma. Nərmin oğlanlara vurulub. Nərmin paylaşacağım bunları. Qələmi verə bilərəm sizə. Hə, həqiqətən. Həm də ki, belə bunun kimi modern tramvaylar deyildi, köhnə tramvaylar idi və çox əla görsənir, çox qəşəng idi. Yes. Ümumiyyətlə mən tramvaylar olan şəhəri bəyənirəm. Sadəcə bu tramvayın nəyini bəyəndim ki, çox moderndir. Mən hələ belə moderni birinci dəfədir görürəm. Budapeştdə də çox var idi. Onlar da köhnədir. Yox, təzələri də var idi. Amma mən görməmişim. Köhnələr də var idi, təzələr də var idi. Köhnələr bildiyin köhnə idi, Milanda da idi. Amma təzələr də çox təzə idi. Maraqlıdır. Binalar var. Bu binalar niyə belə balacaqdır? 2 mərtəbə, 2 mərtəbə. Ev deyirlər, şirkətlər də, otellər də qıraqda, restoranlar da. Biz şəhər mərkəzindən uzaqdayıq. 38 dəqiqə şəhər mərkəzinə çatırıq. Gedib orada bir dənə soğanlı sup yeyəcəyik. Mən indi kəşf elədim ki, bizim köşklərimiz fransuzkidir. Köşk gördüm, dedim ki, okey. Onların da bir çamadanı var. Hər yerə ikisi bir yerdə tutub gəzdirirlər. Mən də bir dənə sumkam var. Neysə. Bu da Bordo. Gedirik restoran axtarmağa ilk növbədə. Çünki açız biz. Gəldim. Özümdən asılı olmadan etdim, makyaj elədim, biraz bəzəndim, geyindim. Restorana gəldiyim kimi. İndi isə Bordoda ilk iş restoranı tapdıq və burada əyləşdik. Restoran çox qəşəngdir. Əsas yeməkləri belə baxıram ki, pasta və nyokidir. Və Bordonun əsasən şərabı məşhurdur. Qırmızı şərab dedi qızlar mənə ki, burada məşhurdur. Amma qırmızı bilib sifariş elədiyimiz ağ şərab çıxdı. Çox dadlıdır. Deməli, yeməklərimiz gəldi. Mən nyoki sifariş eləmişəm. Qızlar da fettuccine. Nə? Fettuccine. Fettuccine pasta. Okey. Elə bir salam var içində. Salam. Tamam. Bir daha salam. Neçənci dəfə bir daha salam. Biz çox dadlı yemək yedik. Çox dadlıydı. Onların yeməyi dadlı deyildi. Fettuccine sifariş eləmişdilər. Bəyənmədilər. Amma əvvəlkilərə baxanda hə, dedilər ki, 145-in fettuccinesi bundan çox-çox daha dadlıdır. Amma mən nyoki demişdim, pendirlə, arakislə. Mükəmməl idi. arakis deyildi. Hə. Qoz idi, qoz idi. Yox, qoz deyildi, arakis və fındıq idi. İkisi bir yerdə, yes. Hə, indi gəlmişik Paul'un ana diyarına. Paul'un ana diyarında... Onun ana diyarında mən bulqum yoxdur. Mən kim Neysə, yəsən? quşlara verərik. Mən kim yəsən, heç nə olmaz. Can, gəl bura, gəl. Mən biraz dağıldanam, vurub yıxıb dağıldıram hər şeyi. Bulka yemişik artıq. Bulkanı balaca bölüb vermək lazımdır, quşlar dalaşmasın. Quşlar... Bulkalarımızı yedik. Double espressomuzu içdik. Double espresson yanında qızlar deyir ki, su verməli deyirlər. Mən su tələb elədim amma. Mən su tələb elədim amma deyirlər ki, su ehtiyacı yoxdur double espresson yanında.
I don't know, məncə verməlidirlər. Fransızlara baş qoşmayın. Hə. Deməli Nərmin mənim trikodumu çox istədi. Və Ceyran ona vermədi. Mən də Mən dedim ki, Ceyran, deməmişsən 4 manat almışam. 4 manat deməmişəm. O dedim ki, Ceyran, mən sənə pulunu verirəm. Sən bunu mənə ver. Sən oradan alarsan da. Çünki onun mağazası bizim şəhərdə yoxdur. Dedi ki, yox, birdən olmaz, nə bilim nə. Ağıllığımı çək. Ucuz almışdım, vermək tapmır Ceyran birdə. Nəysə. Dedim, yaxşı Ceyran, vermə, nə deyirəm ki? Heç nə demədim. Elə getdik bir dənə Madriddə mağazinə girdik. Həmən mağazinə bunun təzəsini, təzəsini tapdım. Onlar da baxda vermədiyi üçün gözüm zadım dəymədi. Mənim gözüm zadım yoxdur. Dayan balam. Mənim gözüm zadım yoxdur canım dostlarım. Canım o qədər paxıldı ki bu qədər. Ay qız, səni özüm saldım Flying Tiger-a. Nəysə. Sən özünə ürək qoyarım. Nə qəşəng oğlanıymış az bu. Subaylıq, sultanlıq deyən Subaylıq qadın. sultanlıqdır. Flörtöz Nərmin. Bu arada guys, bu şəhərdə hər kəs çox gözəldir, çox elitdir, çox qəşəng görsənir. Yəni mən deyirdilər inanmırdım. Yəni sorry Polşada qalıram. Polşada hamı çox pis gündə geyinir. Yəni ucuz olan nə varsa götürüb geyinirlər əyinlərinə ki, yəni ucuz olsun. Ya da bu yana ol, başın arxamda qalır. Hə. Yəni heç o deyil. Azərbaycan desən, Ruslar, türklər həmişə Azərbaycana gələndə deyirlər ki, Azərbaycanlı qızlar gözəldir. Təbii ki, öz qızlarımızın gözəlliyi ayrı. Yalan deyil. Öz qızlarımız çox gözəldir, çox baxımlıdır. Amma fransızlar gözəl olmaq bir kənara çox incədirlər. Üz quruluşları çox incədir. Onu deyə bilərəm ki, bizim qızlar həqiqətən belə tənqid kimi çıxmasın, çox makyaj edirlər həqiqətən. Yəni toyluq makyaj edirlər gündəlik. Hər gün toyluq makyajı iş eləyirlər ya da nə bilim adi çölə çıxmaq eləyirlər. Məncə o qədər makyaja ehtiyac yoxdur. Yəni o qədər make-up Saçın çirkin görsənirlər. Ansız da gözəlik, xeyr, çirkin görsənmirlər, gözəl görsənirlər, amma aşırı görsənirlər və ansız da gözəldirlər. Canlarım. Bu video 1 milyon olsa vəziyyət söhbət bağlanır. Gördünüz iki tutdu belə. Peace. Ay təzdən tutdu xahiş. Buradan sonra gedirik Nərminlə Nedanın evinə. O isə buradan 1 saatlıq məsafədə yerləşir Poitiers şəhərində. Poitiers haqqında bayaq nəsə demişdin, əvvəl paytaxt idi, nəsə. Hə, Poitiers paytaxt deyildi. Necə deyim? Burada Azərbaycanda elə yer yoxdur, elə şey yoxdur deyə. Belə deyək də, Fransa ərazisinə görə bölgülərə bölünür. Bu bölgülərdə departement adlanır. Bu izah elədim, arxasında gətir. Bu Bölgü departmanlar sistemidir. məsələn Parisin ətraf şəhərləri İl-de-France sayılır da, hə? İl-de-France sayılır. Məsələn, bizim yaşadığımız şəhərin regionunun adı Nouvelle-Aquitaine sayılır və əvvəl bu Nouvelle-Aquitaine'in paytaxtı olaraq bizim şəhər Poitiers şəhəri gedirdi. O da ki çox balacadır. Mən bilmirəm niyə elə eləyiblər, amma indi olduğumuz şəhər Bordo şəhəri oranın Nouvelle-Aquitaine'in paytaxtı. İndi mənə sual verirəm. Nouvelle-Aquitaine. Hə. Nədir? Hədə region adıdır. Bölgü sistemi. Neçə region var? Yəni bilmirəm 4-5 dənə regionun içində. Çoxdur balam, 12 dənədir, Hə, 11 dənədir səhv etmirəmsə. Qoy baxım. Səhv etmirəmsə, Fransanın 11 regionu var. Fransanın 11 regionu yoxdur. Hə, Hə, 11 bala. bölgüsü. Yox, mən içindəki şəhərləri nəzərdə tuturam. Məsələn, Nouvelle-Aquitaine'də olur 5-6 dənə fərqlidir şəhər. də, hə. Nouvelle-Aquitaine məsələn Poitiers-dir, Bordeaux-dur, Onlar La Rochelle-dir və s. Bunlar şey Ya gedir. 13 dənədir. Bir dənə komment vermək istəyirəm. Bayaq yediyim yemək çox gözəl idi restoranda. Amma bu Paul Azərbaycanda daha dadlı idi. Bu arada guys, Paul oxunmur, Paul oxunur. Mənim rəfiqəm ilk görəndə özünü itirir, mən də sakitləşdirməyə çalışıram. Buraxın mən. Elə onu demək istəyirəm. Avropa deyən o səviyyəsiz blogerlər olur, onlara da onu deyirlər. Belə rahat ol. Avropam da Avropam, kocam da kocam. Hə, bura gələndən sonra burada çox az dostum olduğuna görə it istəməyə başladım. Amma sözün açığı, iti bundan əvvəl də istəyirdim. Həmişə istəyirdim ümumiyyətlə. Doktoranlıq olur.
Və burada o qədər insan da var ki, hər kəsin yanında ev heyvanı var və çox gözəl itlərdir hamısı. Yəni tükləri, nə bilim, itlərin xoşbəxtlik dərəcəsi çox yüksəkdir. So çox istəyirəm balaca bir dənə qəhvəyi rəngdə maltipu, mini maltipu. İnşallah alaram. Amma indi Dorumda yaşayıram deyə ala bilmirəm, maalesef. Ora icazə yoxdur. Nərmin, poz ver. Çok yaşa düşmür axı. Baxın. Qəşəngdir. Sən çək düşən sənədir. Nəysə, belə. Nəysə, biz birazdan artıq duraq. Qızlar, saat neçədir? Hələ yarım saat buradayıq. Yarım saat ilə buradayıq. Yarım saat daha boş-boş söhbətlər eləyək. Sonra artıq kişilər bizə maraqla baxır ki, bunlar nə danışırlar. Yəqin ki, bir sual var beyinlərində ki, bunlar nə dilində danışırlar. Və birincisi çox xoşuma gələn bir şey var ki, pensiya yaşında insanlar, yəni sadəcə burada oturublar, həyat yoldaşlarıdır, hiss olunur, yəni ər-arvaddır. Oturublar, yəni bugün Monday idi bu arada, yəni birinci gündür. Oturublar özləri üçün qəhvə içirlər, şirniyyat yeyirlər və insanlara baxırlar, bizə baxırlar, nə bilim, keçən maşınlara baxırlar və bu çox gözəldir. Təəssüflər olsun ki, bizim ölkədə bunu görmək çox nadir hallarda olur. Yəni, əgər bunu görürsə, ancaq lüks restoranlarda görürük, ya da ki, nə bilim, həftə sonu görürük. Həftə sonu da normaldır yenə də, no, okey. Yəni, bizdə çox az görürük. Yazıq özün sən. Eşitdim. Mən hələ saçlarımı asfitleyin eləmişəm, açdırmışam, gec yağlanır. Mən normalda öz saçım olanda ümumiyyətlə səhərsi gün yağlı olur. Axşamı yağlı olur. Çünki asfitleyin eləmişəm. Daha bon tramvayın sən istədiyin hər yerdəsən. Bana bizdə də bizim şəhərdə tramvay var. Bir dənə rahatdır ki, özü də bilirsən necədir. Mən buradan binadan çıxıram, tramvay oradadır. Bizdə çox Binadan çıxan kimi 10 dəqiqə yellənə, 15 dəqiqə yellənə. Vay, binadan çıxan kimi mənim qaldığım yer çox rahatdır. Binadan çıxan kimi tramvaya minirəm. Buradadır da elə bir düz qabağında. 2 dəqiqədən bir gəlir. Mərkəzə, mənə lazım olan hər yerə gedirlər. 10 dəqiqə gedirəm, böyük bir dənə mall var. Onsuz da hər şey mallın içindədir. İçində də hər şey var. 15 dəqiqə gəlirəm universitetimdə. Görsən. Çox əladır, Tamam, rahat. bizim avtobusa belədir orada da. Görəcəksən. Kasıb avtobusudur ki bu. Yəni avtobusdur orada. Kasıb avtobusudur. Bakubas bundan qəşəngdir. Bakıbas falan. Buranın avtobusdan avtobus deyil də. Sonra Bakıbas çox klassdır. Yes. Belə durum. Hə? Cəld olanlar çox yedi. Həyatda da belə olmaq lazımdır. Statın sonu. Belə bir yoxlanış var. Qızları bagaja görə nəsə problem yaradırlar. Fransızca danışırlar, hələ ki başa düşmürəm problem nədən ibarətdir. So, belə. Gedək görək nə məsələdir. Tu le divises en 2 ou pas? Ah, oui, si vous voulez, vous voulez faire 10 € et 10 €, c'est ça? We have to pay for baggage? How much? 20 avro. Tararararara. Və burada itlərlə, ümumiyyətlə ev heyvanları ilə qatarlara girmək okeydir, olar. Bizdə amma ictimai nəqliyyata buraxılmır. Buraxılmır çünki peyvənd eləmək və s. də məcburi deyil, yəni nə bilim. Bu arada qatarı göstərmək istəyirəm. Qatar 2 mərtəbəlidir və xoşuma gələn bir cəhət oldu, ona görə göstərmək istəyirəm. Əsas məqam uşaqlar üçün belə bir yer var. Haradakı analar uşaqların əynini falan dəyişə bilər. Bunun personel falan. Məncə bu çox əladır. So, məsələn, bilmirəm bizim qatarlarda var yoxsa yox, amma əladır. Bagajlar üçün də of course yer var.
İndi gedək düşək. Gəlin düşək.